Emin Ağalarov var ha, oğraş. Mənim ondan zəhləm gedir, açıq. Bax, açıq sizə deyirəm. Amma İlhamdan ondan 100 qat artıq zəhləm gedir. Niyə? Çünki o Emin Ağalarov bunun qızını aldı boşadı. İki uşağı qoydu yanında, çıxdı getdi Nataşa aldı, Adnarazv Nataşa aldı. Özde birini almadı ya, birini aldı, ikincini biri aldı, üç dəfə Adnarazv Nataşalar aldı, doğuzdurdu onları. İndi də onların birini gətirib düz Bakıya əməlli başlayır, Leylanın yanına. Leyla havalanıb. Dəli olub. Onsuz da dəli idi. O dəli idi, söhbət yox. Amma indi lap dəli elədi onu ki, artıq divarlarda lüt şəkillər çəkir. Gizdirlər. Belə lap şey olubdu. İndi siz baxın görün ha. Bu Leyla ilə necə deyirlər, bunun uşaqları bu Azərbaycan xalqının mentalitetinə uyğundur. Azərbaycan xalqının qızıdır. Bu Azərbaycan xalqını oğraş kimi göstərir ki, yəni mən oğraşam, xalq da oğraş olmalı. Başa düşürsünüz? Yəni mən bir ağsaqqal kimi o uşaqlara sahib çıxmağa hazıram. Özdə ki, mən burada bir söz dediyim də. Belə. Özdə mən burada bir söz deyim də. Bax, o səfərləri biz danışdıq da, mən danışdım, sonra Akif danışdı, sonra Elman danışdı. Akifin bir dənə sözü var idi orada, məni tutdu. Baxmayaraq ki, mübahisə zad eləmişdim o sözün üstündə, amma məni tutdu o söz. Necə? İğrətli söz dedi o. Dedi ki, Mehribanla İlham haqqında heç kim bir kəlmə söz deməsin. Bax, bu sözü işlətdi o ya. Bu, Azərbaycan dövlətinin başçısının qeyrətini çəkir bu insan. Bunun kimi çox insanlar var. Həqiqətən qeyrətini çəkir. Ha. Yəni buna bilsən... Düzdəlməyib, həmişə də açıq şəkildə deyir. Ha, da açıq şəkildə deyir ki, yəni ki, bu Azərbaycanın prezidentindən bunun qeyrəti bizimdir. Namus qeyrətini çəkmək bizimdir ki, başqası bir söz deməsin bizə. Onu düz deyir o. Halal olsun ona. Mən ona görə bir söz demirəm. Amma mən də deyirəm ki, bu o qədər alçağın alçağıdır ki, mən bunu təhqir eləməliyəm. Təhqir eləməsəm, mən onda nəyə çıxıram mən bura? Nəyə görə söyləyəm? Təhqir yox, tənqid. Tənqid, tənqid. Tənqid eləmək mütləq bizim borcumuzdur. Yəni düzünü deməliyik də. Bax, Elmanın da yaxşı sözü var. Çox gözəl bir sözüdür. Həqiqətən mənə ləzzət elədi Elmanın sözü. Allah saxlamış. Nə dedi? Qahdi dedi ki, qadınları işə düzəldib pul vermək lazım deyil, arvadına. Nəyə görə? Çünki Qabil, Allah saxlamış o səfər danışdı. Qadir ki, məktəbə 29 dənə tələbə gəlir. Onun 22'sinin hamısının anası, atası ayrılıb. Faciə deyə bir, görürsünüzmü? Ona görə Elman qahdi ki, bunların kişilərin maaşını vermək lazımdır. Yaxşı vəziyyətdə ki, arvadı gedib heç yerdə işləməsin. Başqa kişinin əlinə alsın. Ay sağ ol. Gedib şey eləməsin və o kişinin pulu olsun ki, arvadına nə lazım, uşağına nə lazımdır alsın.